Mən fikir vermişdim, indi axır vaxtlarda oxumurdu da, indi erkənliklərində, hər yerdə də bir ədalı bir şəxs idi. Elə adamlar da çox azdır, məsəl üçün, həm sənət sahibi olsun, həm də bir ədalı olsun, sözü keçən adam olsun, bir yerə daxil olanda hamısı onun başına yığışsın, belə bir cəlbedici bir şəxsiyyəti var idi. Bir də fikir vermişsiniz, nə üçün deyirsiniz ki, söhbətlər də insanı cəzb eləyirdi, ruh oxşayırdı. Kaloritli idi son dərəcə. Nə üçün? Həm bir, baxın, necə mən onu tanıyanda 93-cü ildə ilk dəfə tanış olmuşuq o ilə. Hansı insanlar idi ətrafında? Vasif Məmmədəliyev, Hacı Mail, Hacı Məmmədəli, Hacı Əli, yəni belə bir Hacı Xudi, belə bir dövrə insanlarla bir yerdə oturub dururdular ki, işləri, gücləri, musiqi, şeir, ədəbiyyat, tarix, fəlsəfə filan bu idi. Sonra bu insanlarla oturub duran adam, eyni zamanda musiqisi içində olan adam gəldi, bir dövr çatdı ki, artıq daha oxumadı. Xanəndəlik eləmədi. İndi söhbət edəcək ya şeir deyəcək. Düzdür. Amma söhbətin içində, şeirin içində də o musiqinin incəliklərindən istifadə edirdi. Nə gözəl. Monoton danışmırdı. Səsi harda qaldırıb, harda incəltmək, harda qəmgin qəmlətmək, sözə qəm götürmək, harda onu sevinclə demək. Zarafatçıl adam idi, məzzəsi var idi, ciddi danışıq adamı güldürə bilərdi. Yəni əsl ruh adamı idi. Bir də necə deyərlər, o məclis adamı idi. Əsl məclis adamı idi. Mən bir xatirə danışmaq istəyirəm. Bəli, buyurun. Üst-üstə oldu, uzun çıxar, sonradan neyə gəlsin? Yox, buyurun, əlbəttə, xoşdur. Deməli, o dövrdən tanışdığımız olub, amma belə yaxınlığımız başladı. Bir gün bir səfalı yer var idi biz onda, indi oralar yoxdular, o yerlər yoxdur. Yol çəkəndən sonra onlar getdi, planı getdi. Orada oturmuşdu biz öz taytuşlarımızla, o da yox, dəmir yolu, vağzal var idi əvvəl, o vağzalda oturmuşdu. İndi o vağzalı götürdülər də sonradan, söküldü. Orada ağaclıqda oturmuşuq, gözəl səfalı yer idi, çay içirdik. Bir də gördük ki, Həsrət həm gəldi, Hacı Əzzağa, Hacı Namiq, onlarla bir yerə gəldilər, oturdular, biz də oturmuşduq. Nəsə görən kimi məni çağırdı ki, gəl burada otur, gəl burada söhbətim var, mənim sözüm var sənə, ədanla, gəldik, oturdu, çay filan. Söhbət düşdü orada mərdanəli namərdlikdən ki, mərd adamın qapısını döyərlər, daha çox dini söhbəti, əl salamın qapısına gedgin, eli kişinin qapısına gedgin ki, dərdin olanda ki, o səni oradan dağa qeytərməsin filan və bir beyt dedi. Dedi ki, Cavidin bir beyti var. Ümidin Allaha bağla, kərimidir yaradan, gədalıq eyləyibən getmə hər gəda üstə. O da nə gözəl beytdir bu. Dedi, bilmirəm, hardandır. Biz dalım dedi, bir beytdir, Cavidin beytidir, Hüseyin Cavidin beytidir. Biz dedik ki, sən şair deyilsən, işin gücün bu deyil. Hələ bu beytin o yan bu yanını da düzəlt, həm tarixdə qal.